Özünüz əmr olunsa təqdim edin, hansı fakültədə oxuyursunuz? Əfqan Mustafa Bilgisayar Mühəndisliyi Fakültəsi 3-cü sinif tələbəsi. Nə deyə bilərsiniz bizə? Bizə vallahi sözləriniz var. mən Qafqaz Universitetində gəlməmişdən əvvəl mən Dövlət Universitetində də oxumuşam. Azərbaycan, bəli, Məmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində oxumuşam və oranla buranın arasındakı fərqi görəndə mən heç də peşman deyiləm ki, Qafqaz Universitetinə gəlmişəm və burada öz təhsilini davam etdirirəm. Buyurun. Orada kəndə olduğuna görə artiklı işləmir. Well, thank you, sit down. Now try the following sentence. Mən qızam, mən oğlanam. I am your hands, please. Hands, your hands. You please? I am boy. I am a boy. Mən, you. Okay, you are graduated from this university. Okay, so you are going to work. Where are you going to work? In a newspaper? Mühendislik hakkında. Evet, şu andaki dersimiz öğrencilerimizde mühendisliğe ait ders ve ilk dersimizde, bu benim ilk girişim bu dersi, öğrencilerin mühendisliğin ne olduğunu, mühendisliğin mantığının ne olduğuna dair sohbet ediyorduk ve öğrencilerin niçin mühendislik branşını seçtiklerine dair sorular soruyordum ve bundan sonraki dersimizde, bundan sonraki aşamamızda mühendisliğin tarihi, ne tür evrelerden geçmiş mühendislik ve... Ben de öz yoldaşımın sözlərindən şərqi olaraq onu demək istəyirəm ki, burada İngilis dili çox yaxşı, ətraflı öyrənildiyi üçün, Türk dili, İngilis dili də ixtisaslar öyrənildiği için ben bu yılda aşağı yukarı talebe sayısı 2 kat arttı diyebilirim. Ne kadar talebe okuyordunuz? Şu anda 500'ün üzerinde, 550 civarında talebemiz var. Bir bölümü iktisat ve hazırlık sınıfı ve mühendislik sınıfları burada ders görürler. İktisat fakültesi talebeleri ise rektörlük binasında ders görmektedirler. Ancak şeraitimiz yaxşileşmiştir diyebilirim umumiyetle. Biz de buranın şeraitine uygunlaştık. Nispeten daha iyi kavruyor ve anlıyoruz. Bunun dışında ilave edeceğim fazla bir şey yok.
Qafqaz Universitetinin fakülteleri arasında Dövlət İdarəçiliyi və Bələdiyyə Fakültəsi bizi xüsusən cəlb etdi. Çünki bu fakültəni qutaran tələbələr gələcəkdə bələdiyyələrdə, şəhərlərdə, kəndlərdə, müxtəlif icra hakimiyyətlərində çalışacaqlar. Ona görə biz bu fakültənin tələbələri ilə və müəllimləri ilə görüşməyə qərar aldıq. Və indi mənim sizə hamınıza belə bir sualdan başlamaq istəyirəm, eyni sualdan. Yəni, bu indiyənə kimi bizim o köhnə təhsil sistemində tədris olunmayan bir fəndir. Bu haqda siz nə deyə bilərsiniz və oxuduğunuz müddətdə bu hansı xüsusiyyətlər oldu sizdə bu tədrisdə? O nəzəri bilgilər, yəni nəzəri o cəhətdən verilən o dərslər bunun faydası olacaq. Siz necə fikirləşirsiniz? Ümumiyyətlə Türkiye'de üniversitelerde 3 yıllık eğitimin sonucunda yani 4. yılda praktiki faaliyetler yürütülür. Dünyanın bu dəqiqə ən güclü dövlətləri, super dövlətləri, iqtisadi baxımdan ən güclü olan dövlətlərdir. Ona görə də ilk növbədə biz Türkiyədə sərbəst ekonomidə gəlişmiş bir dövlətdir. Ona görə bizim Türkiyənin təcrübələrindən yararlanmamız, Biz təkcə Azərbaycanda istifadə olunan bələdiyyə idarəetmə sistemi ilə deyil, dünyanın inkişaf etmiş dövlətlərindən İngiltərə, Fransa, həmçinin Türkiyə, bunlarda istifadə olunan idarəetmə sistemlərini dərindən öyrənərək, icra hakimi, belki de prezident, işte nazır, o seviyede insanlar çıkarabilecek kapasitede bir üniversite olduğunu ben şu anda düşünüyorum. Qafqaz Universitetinin qarşısına qoyduğu əsas məqsəd Türkiyə ilə Azərbaycanın elmi potensiallarını birləşdirərək Azərbaycanın ehtiyac duyduğu yüksək səviyyəli, milli və mənəvi dəyərlərə malik olan gənclərin yetişdirilməsidir. Ölkə Prezidenti Heydər Əliyev cənablarının və Türkiyənin sabiq baş naziri xanım Tansu Çillərin universitetə keçən ilki gəlişləri dövlətimizin Qafqaza göstərdiyi yüksək etimadın bariz nümunəsidir. Bunu finanse eden Çağ Anonim Şirketi iş adamları finanse ediyor. Aynen. Ve inşallah daha çok okullar açmak istiyoruz. Sayın Cumhurbaşkanımız da destekliyor bizi. Açacağız. Yalnız o şeyi almamız lazım ki çocukların bir kısmı askere gidiyor. Bu sefer üniversitede okuyan talebe yarım kalmasın. Ben eskiden sizi destekleyen adamım, biliyorsunuz. İlk defa Türkiye'de benim yakın olduğum adamlarsınız siz. Peki hadi bakalım. Hayırlı olsun çocuklar. Güzel okuyun. Allah'a emanet olun. Peki, çok memnun oldum. Sağ olun. teşekkür ederim. Sağ olun.